Salamünaleyküm, hər vaxtınız xeyir. Şuşaya gedirəm, apara bilərsən məni? Bəli, aparırım. Mən Cavad Cəfərov, Bakı şəhərində anadan olmuşam. Əslən Xocalı şəhərindənik. Ailəm 1992-ci ildə Xocalı faciəsindən sonra öz doğma torpaqlarımızdan məcburi köçkün düşüb. Bütün uşaqlığım Qarabağ hekayələrini dinləməklə keçib. Mənim dostla ilk tanışdığım 2019-cu ildə 2 saylı Bakı Dost Mərkəzində könüllü fəaliyyət ilə olmuşdur. Hal-hazırda 1 ildən çoxdur ki, Qarabağ Regional Dost Mərkəzinin Şuşa filialının əməkdaşıyam. Hər vaxt xeyir, xoş gəlmisiniz. Çox sağ olun. İş yerinə təqdim etmək üçün istəyirsiniz. Qeyd olunan ərizənin kodunu yazarsınız zəhmət olmasa. Vətəndaşların sosial təminatının gücləndirilməsi, məşğulluq, pensiya, müavinət sahələrində olan suallarının qanunvericilik səviyyəsində cavablandırılması əsas xidmətlərimizdən biridir. Mənim bu ərazilərdə bir günüm Qarabağın təbiətini kəşf etmək, burada olan tarixi abidələri ziyarət etməklə keçir. Xocalı şəhərinə tez-tez gedirəm. Orada olan öz dədə-baba yurdumuzu ziyarət edirəm. Azad edilmiş bu torpaqlarda vətəndaşlara xidmət göstərmək mənim üçün əvəzolunmaz bir hissdir.